Salam, hər vaxtınız xeyir olsun. Hazırda ansambl modelinin son dəlilləri ilə tanış oluruq. Bakı Abşeron Sumqayıt ərazisində iyul ayının 15-nə qədər olan müddət ərzində havanın maksimal temperaturunun müsbət 35 dərəcədən keçməsi potensialı olduqca zəif bir ehtimaldır. Təbii ki, yaxın günlər ərzində bu proses yaxından izləniləcək və artıq insanların bəzi xarici medialarda oxuduğu xəbərlərə görə ki, iyul ayında şiddətli istilar baş verə bilər. Yəni bu xəbərə uyğun olaraq, bu xəbərə bir cavab olaraq mən bunu bildirmək istəyirəm ki, iyul ayının 15-nə qədər Bakıda bir şiddətli bir istilik dalğası yoxdur. Ümumiyyətlə Dünya Meteorologiya Təşkilatının qaydalarına əsasən havanın temperaturu əgər 4-5 gün ardıcıl olaraq müsbət 35 dərəcədən yuxarı olarsa, yəni 4-5 gün bu 35 dərəcədən yuxarı temperatur davam edərsə, bu artıq istilik dalğası sayılır. Lakin iyul ayının 15-nə qədər olan müddət ərzində havanın temperaturunun yəni ən yüksək temperaturu iyul ayının 5-də gözlənilir. İyul ayının 5-də Bakıda havanın maksimal temperaturu cəmi 32-33 dərəcə olacaq. Yəni müsbət 32-33 dərəcədən yuxarı bir temperatur gözlənilmir. Yəni bu o deməkdir ki, istilik dərəcəsi potensialı olduqca zəifdir. Hətta iyul ayının 6-sı və 7-sində havanın temperaturunun bir qədər də azalması potensialı var. Baxın, burada artıq temperaturun müsbət 24-29 dərəcə qədər və bəzi ərazilərdə isə 32 dərəcə qədər azalması gözlənilir. Yəni bu o demək ki, güclü bir istilik dərəcəsi gözlənilmir. Burada ən yüksək temperatur iyul ayının 5-də olacaq. Bakıda havanın maksimal temperaturu, baxın burada müsbət yazılıb, müsbət 25-32 dərəcə arasında dəyişiləcək. Bəzi ərazilərdə müsbət 33 dərəcəyə qədər yüksələ bilər, amma bu artıq 35 dərəcə həddini keçmir. İstilik dərəcəsi ona deyilir ki, havanın temperaturu ardıcıl olaraq, davamlı olaraq 4-5 gün müsbət 35 dərəcədən yuxarı olsun. Amma buradakı qrafik isə onu göstərir ki, Bakıda yaxın 15 gün ərzində havanın maksimal temperaturunun 35 dərəcədən keçilməsi və yaxud 40 dərəcəyə qədər yüksəlməsi potensialı olduqca zəifdir. Hətta baxın, burada iyul ayının artıq 6-sı və 7-sində burada baxın bir qədər azalma potensialı var. Daha sonra isə artıq iyul ayının ortalarına doğru isə əsas burada orta temperatur qalın xətt olaraq götürülür. Yəni ansambl modellərinin əsas deməli hesablama qabiliyyəti bir neçə qlobal modelin birləşdirilmiş məlumatlarını əhatə edir. Yəni burada göstərilib ki, 15 gün ərzində Bakıda ciddi bir istilik dalğası yoxdur. Çünki ortadakı qalın xətt ki var, bu qalın xətt əgər çox yuxarıdan demək getsəydi, yəni müsbət, baxın burada temperatur müsbət 35 dərəcəni keçsəydi, onda mən deyərdim ki, bəli, istilik dalğası Bakıda olacaq. Amma bugünkü məlumatlar əsasən Bakıda bir istilik dalğasının baş verməsi potensialı yoxdur. Yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Deməli, bu qrafikdə Ucar ərazisində gözlənilən 15 günlük temperatur göstərilib. Yəni Azərbaycanın mərkəzi Aral rayonlarında belə havanın temperaturunun 40 dərəcənin keçməsi potensialı yoxdur. İyul ayının, baxın burada yazılıb ki, Ucar ərazisində 15 günlük temperatur göstəricisi. İyul ayının, baxın 15-nə qədər olan müddət ərzində ciddi bir, yəni temperaturun 35 dərəcədən yuxarı qalxması potensialı yoxdur. İnsanlar hansı istilik dalğasından danışır? Yəni burada faktiki olaraq göstərilib ki, temperatur müsbət 35 dərəcə, baxın ayın 3-də, iyul ayının 3-də temperatur müsbət 35 dərəcə yaxınlaşacaq. İyul ayının 6-sında baxın burada müsbət 34 dərəcəyə yüksələ bilər Ucar arasında, amma yenə də yəni müsbət 40 dərəcəyə qədər keçməsi potensialı burada yoxdur. Yəni belə bir istilik dalğası ehtimalı yoxdur. Artıq iyul ayının baxın 7-sində burada temperaturda bir qədər azalma müşahidə edilir. Baxın burada iyul ayının 7-sində temperatur bir qədər azaldı, yəni sərinləşdi hava və iyul ayının 15-nə qədər Ucar arasında da böyük bir istilik dalğası yoxdur. Ucarda maksimal temperatur deməli iyul ayının 3-ü və 6-sında maksimal temperatur baxın müsbət 36 dərəcə olacaq. Baxın burada yazılıb. Müsbət 36-39 dərəcə, yəni 40 dərəcəni keçməyəcək. Bu da Ucar ərazisi üçün normal bir vəziyyətdir. Yəni əgər bir daha bildirirəm ki, havanın temperaturu bir həftə ardıcıl əgər 35 dərəcədən yuxarı olarsa, bu istilik dalğası sayılır. Müsbət 40 dərəcədən yuxarı olarsa, artıq bu güclü, yəni şiddətli, ekstremal bir istilik dalğası sayılır. Amma əvvəlki dövrlərdə iyul ayında mərkəzi Aral rayonlarında müsbət 43, müsbət 46 dərəcə, hətta müsbət 50 dərəcə qədər istilik müşahidə edilir. Yəni bu iki temperaturlarla əvvəlki illərin temperaturları arasında bir xeyli fərq var. İslam Dabliyev Hava Tədqiqatları Mərkəzinin, Avropanın orta mənzilli hava tədqiqatları mərkəzinin
deməli, həftəlik temperatur anomaliyasına əsasən, baxın burada göstərilib ki, deməli, Avropa ərazisində, xüsusilə Avropanın, baxın, Böyük Britaniya, İspaniya, Fransa, Almaniya ərazisində ciddi bir istilik dalğası baş verəcək iyulun 6-sından 13-nə qədər. Amma baxın, burada Qafqaz ərazisində, yəni Avropanın şərqində isə böyük bir istilik dalğasının baş verməsi potensialı yoxdur. Yəni, bu proseslər faktiki olaraq bunu göstərir ki, güclü bir istilik dalğası ehtimalı, yəni Qafqaz ərazisində gözlənilmir. Amma digər bir modelə, eksperimental modelə baxanda, yəni Avropanın ECMWF Hava Tərəqqatı Mərkəzinin digər bir modeli, yenə baxın burada Böyük Britaniya, İspaniya, Fransa ərazisində, Almaniyada havanın temperaturu iyul ayının 6-sından 13-nə qədər artacaq, amma Şərqi Avropada ciddi bir istilik dalğası baş verməyəcək. Baxın, yenə də iyul ayının 13-dən 20-sinə qədər burada Avropa arasında yenə istilik dalğası davam edəcək, amma Qafqaz arasında baxın burada ciddi bir istilik dalğası gözlənilmir. Yəni, ümumiyyətlə iyul ayının ortalarına qədər Azərbaycanda şiddətli bir istilik dalğası potensialı yoxdur. Amma burada ECMWF bir qədər qarışıq siqnallar da verir. Məsələn, ECMWF-in 500 millibar atmosferdəki, troposferdəki antisiklonların gedişi isə iyul ayının ortalarına doğru atmosfer təzyiqinin bir qədər artması potensialını göstərir orta troposferdə. Amma bu da 100% deyil. İyul ayının artıq 11-də deməli bir antisiklon sisteminin Qafqaz ərazisinə daxil olmasını göstərir. Lakin bu antisiklonun deməli istilik dalğasının təsirləri çox da hiss edilməyəcək. Çünki artıq Qara dəniz arasından buradan siklon sistemi yaxınlaşır. Ümumilikdə isə Avropanın ECMWF Hava Tərəqqatı Mərkəzi, yəni ümumi olaraq bu siqnalları verir ki, yaxın deməli 10-15 gün ərzində Qafqaz arasında ciddi bir, yəni Azərbaycanda, mərkəzi alanda, Bakıda, yəni 40 dərəcədən yuxarı bir şiddətli istilik var, hansı ki ona biz güclü əsl yay havası deyirik. Yəni 40 dərəcədən yuxarı bir temperaturun baş verməsi potensialı olduqca zəifdir. Bakıda iyul ayının 15-nə qədər havanın temperaturu günorta saatlarında müsbət 35 dərəcəni keçməyəcək. Əgər müsbət 35 dərəcədən yuxarı temperatur 4-5 gün ardıcıl davam edirsə, bir həftə ardıcıl davam edirsə, bu artıq istilik dalğası sayılır. Amma yəni 1-2 günlük bir 35 dərəcəlik istilik yenə də Bakı üçün yəni istilik dalğası deyil. Bakıda əvvəlki dövrlərdə hətta iyul ayında müsbət 44 dərəcə, müsbət 46 dərəcəyə qədər istilik müşahidə edilən vaxtlar olub. Yəni bu 2010-cu ildə Bakıda iyul ayının deməli ortalarından avqust ayının ortalarına qədər Bakıda havanın temperaturu maksimal olaraq müsbət 46 dərəcədən keçib. Yəni belə bir istilik dalğaları ilə bu iki istilik dalğalarını biz müqayisə edəndə həqiqətən bu illəri biz artıq havanın sərin keçdiyini, yəni ötən illərə baxanda, iyul aylarının göstəricilərlə baxanda havanın sərin keçdiyini biz görürük. Nəinki bəzi media mənbələrində yazılan yalan xəbərlər var, güya ki Avropada şiddətli istilik dalğası Qafqaza daxil olacaq. Bu tamamilə yalan bir məlumatdır. Çünki bunun heç bir elmi əsası yoxdur. Belə bir modellər, heç bir model, heç bir qlobal model deməli Qafqazda istilik dalğasını göstərmir. Üstəlik Avropanın superkomputer modelləri, uzun müddətli həftəlik modellərin heç birisi yaxın deməli həftələrdə Azərbaycanda istilik dalğasını göstərmir. Baxın, burada bir daha mən bu modeli göstərirəm. Avropanın orta mənzilli hava tərəqqatı mərkəzi superkomputer modeli siqnalı verir ki, baxın burada istilik dalğası əsas deməli Avropa arasında gözlənir. İyul ayının 1-i, 2-si, 3-ü, 4-ündə burada bir qədər Azərbaycan arasında havanın temperaturu artacaq, amma bu aldıcı olur. Çünki yenidən baxın burada ekstratropik siklon sisteminin artıq baxın sağ qolu Qafqazdan keçəcək. İstilik dalğası baxın burada Avropa arasında yaxınlaşır. Baxın Avropa arasında yenidən Avropanın qərbində burada antisiklon bloklanması baş verəcək. Bu da Avropa arasında, Avropanın qərbində İspaniya, Fransa, Böyük Britaniyada, Almaniyada havanın temperaturunun həmin ərazi üçün daha yüksək olmasına səbəb olacaq. Amma baxın burada Şərqi Avropada yeni növbəti bir ekstratropik tipli siklon sisteminin inkişafı gözlənilir. Bu da Qafqazda ciddi bir istilik dalğası yaratmayacaq. İyul ayının ortalarında havanın temperaturunda artım potensialı var, amma bu da çox da ciddi bir, yəni belə uzun müddətli, yəni 4-5 gün ardıcıl bir istilik dalğası baş verməyəcək. Çünki mən bunu dəfələrlə bildirmişəm ki, havanın temperaturu əgər müsbət 35 dərəcədən keçərsə və bu 35 dərəcədən yuxarı temperatur bir həftə davam edərsə, bu istilik dalğası sayılır. Amma hazırki modellər bunu göstərmir. Düzdür, qlobal modellər, yanlılar da bilir bu barədə son dəqiq məlumatları kanalda yayımlanacaq. Azərbaycanın dağlıq rayonlarına, Böyük Qafqazda, Kiçik Qafqaz və Azərbaycan Şimal Qərb rayonlarında yaxın günlərdə
qısa müddətli lokallaşan bir ildırım və yağış dolu potensialı var. İyul ayının xüsusilə 5-i və 6-sında Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda havanın temperaturunda bir qədər, yəni Böyük Qafqaz, Şimal Qərb rayonlarında qısa müddətli yağış yağması potensialı var. Şimşək çaxa bilər, dolu yağa bilər, havanın temperaturu bir qədər sərinləşəcək, amma ciddi bir, yəni dəyişiklik potensialı Bakı, Abşeronda yoxdur, amma ciddi bir istiləşmə potensialı da yoxdur. Yəni havanın temperaturunun müsbət 35 dərəcədən yuxarı çıxması və bunun artıq istilik dalğası şəklində müşahidə edilməsi, yəni ardıcıl bir həftə istilik temperaturunun müsbət 35 dərəcədən yuxarı çıxması potensialı yoxdur. Bu barədə modellərin yenilənmiş məlumatın dəlilləri haqqında son dəqiqə məlumatları kanalda yayınlanacaq.